dindən görürlər, aydındır, onlara eşidib itaət etməyi və həmçinin də ona qarşı üsyan etməməyi görürlər. Hətta o zalim olsa da belə, hətta zülm edən olsa da belə, hətta asi olsa da belə, aydındır, yəni əgər o zalim olsa, zülm edən olsa, bizə əmr olunan odur ki, onların bu yəni hərəkətinə səbirli olmaq və həmçinin onlara eşidib itaət etmək, onların itaətindən əli üzməmək. Lakin onlara qarşı xuruc isə, onlara qarşı çıxmağın isə bir çox fəsadları var, yəni böyük ziyanları var. Necə ki, biz bunu sahabələrin dönəmində gördük. Məsələn, Osman radiyallahu anh'ın zamanında, yəni onlar, yəni bəzi insanlar, hətta aşan insanlar Osman radiyallahu anh'a qarşı çıxdılar. Hansı ki, onlara tövsiyə olunmuşdu ki, onlara nəsihət edilmişdi ki, yəni ona qarşı çıxmasınlar, aydındır, və ona qarşı üsyan etməsinlər. Lakin nəticə isə tam əksi oldu, ona qarşı çıxdılar. Əlhəmdə bunda da müsəlmanlarca bir dərs var, bir ibrət var ki, yəni müsəlmanlar əmirlərinə, rəhbərlərinə, imamlarına qarşı çıxmalı deyirlər. Əgər çıxsalar, yəni əlbəttə ki, bunda çoxlu fitnələr, şərlər, fəsadlar olacaq. Yəni daha nə olacaq? Yəni yerdə qalanları isə Allah bilir. Nə qədər böyük fəsadın olacağını isə nədir? Allah bilir. Ona görə insan bu məsələdə diqqətli olmalıdır. Yəni hətta dedik ki, onlar yəni xəta etsələr də belə, yəni asi getsələr də belə və günah əhli olsalar da belə, yenə onların o əməlləri özlərinə qayıdır. Amma bizə qayıdan isə odur ki, insanlara qayıdan, müsəlmanlara qayıdan isə odur ki, onlara eşidib itaət etmək, yəni onlara qarşı üsyan etməmək, əksinə onların itaətindən çıxılsa, yəni müəyyən bir əməlinə görə bu məsələ cəmaatlar arasına yayılacaq, ümmət arasına yayılacaq və beləliklə görəcəksən ki, çoxlu fitnə, fəsaad, qətillər, ölüm, xaos, dərəbəylik və həmçinin də yəni bir çox böyük fəsadlar nədir, ortaya çıxacaq və nəticə də bu olacaq. Ona görə də Əhlüsünnə, Sələf-i Salih buyurur ki, bu məsələdə nədir? Eşidib itaət etmək. Hətta onlar fasiq olsalar da belə Əhlüsünnə buyurur ki, onların arxasında namaz qılmaq nədir? İcazədir, onların arxasında namaz qılmaq lazımdır. Lakin dedik ki, xavaricilər həmçinin də xavaricilərdə bilirsiniz ki, Əli radiyallahu anh'a qarşı çıxdılar. Dedik ki, onlar rəhbərlərə qarşı çıxan tayfadır. Yəni onların bir çox vəsifləri var. Xavaricilərin onlar həm böyük günah sahiblərini təşkil edərlər, böyük günah sahiblərini dindən çıxdığına etiqad edirlər və həmçinin də başqa yollarından biri də rəhbərlərə qarşı üsyanlarıdır. Və həmçinin Mu'təzilələr, bunlarla eyni fikirdə olan Mu'təzilələrdə yaxşılığı əmr edib pislikdən çəkindirmək onlardan nədir? Rəhbərlərə qarşı üsyandır. Onlar rəhbərlərə qarşı üsyanı yaxşılığı əmr edib pislikdən çəkindirməkdən sayırlar. Əksinə bu əməl elə özlüyündə, yəni insanları yaxşılıqdan çəkindirib nədir? Pisliyi onlara əmr etməkdir. Ona görə də müsəlman məsələlərdə diqqətli olmalıdır, əziz qardaşlar, əziz müsəlmanlar, xüsusən indiki zamanda, indiki vaxtda, yəni müsəlmanlar çalışmalıdır ki, yəni müsəlman rəhbərlərin ətrafında olsunlar, onların əmrlərinə eşidib itaət eləsinlər. Çünki dedik ki, bunda böyük faydalar var, böyük mənfəətlər var, böyük yəni xeyirlər var.